Salam dəyərli izləyicilər. Bugünkü dərsimiz dəyişən elektrik cəryanıdır. Birinci başlayaq, dəyişən cəryan nədir ondan? Ümumiyyətlə, bizdə cəryanın iki növü var, sabit cəryan və dəyişən cəryan. Sabit cəryan nədir? Cəryanın qiymət və istiqaməti zaman keçdikcə dəyişməyəcək. Dəyişən cəryanda isə cəryanın qiymət və istiqaməti zaman keçdikcə dəyişəcək. Dəyişən cəryan generatorunu, deməli, belə dəyişən cəryanı yaradan qurğular dəyişən cəryan generatorlarıdır. Bu yəni generatorlar iki hissədən ibarət olur. Birinci hissəsi adlanır stator. Yəni bu hissə nədir? Tərpənmə hissədir. Deməli maqnit sahəsi yaradan ya sabit maqnitdir və yaxud da ki elektromaqnitdən ibarətdir. İkincisi isə rotor adlanır. Rotor fırlanan hissədir. Dəyişən elektrik hərəkət qüvvəsinin induksiyalandığı dolaqdır. Dəyişən cəryan generatorlarının iş prinsipi isə elektromaqnit induksiyası hadisəsinə əsaslanır. Deməli, deyək ki, bizdə fi bərabərdir BS kosinus alfa qanunu ilə dəyişir. İndi əgər bizim dəyişməmiz məsələn, dövrü olarsa, əgər çərçivəmiz bir dəfə dövr etməsə, davamlı dövr etmiş olarsa, onda alfa bərabərdir omega t tezliyi dəyişmiş olacaq. Onda fi bərabər olacaq BS kosinus omega t şəklində təyin olacaq. Və bunun da biz qrafikini görürük ki, bunun qrafiki olacaq kosinusoid qrafik. İndi maqnit hissəli yəni dərsindən induks elektrik hərəkət qüvvəsinin mənfi delta fi bölünsün delta t olduğunu biz bilirik. O da eyni zamanda fi'nin zamana görə birinci tərtib teoreməsidir. Deməli, biz fi üçün yazdığımız BS kosinus omega t'dən teoremi alsaq, kosinusun teoreməsi mənfi sinus olacaq və mənfi sinus olduğuna görə mənfi çıxacaq, qabaq qarşıdakı mənfini aparacaq, alacaq BS sinus omega t. Buradakı BS omega'ya induks elektrik hərəkət qüvvəsinin maksimal qiyməti olaraq götürəcəm. Y maksimal BS omega 2pi nu BS və yaxud da 2pi bölünsün t vurulsun BS kimi yaza bilərik. Asılı qrafiklərini görürük. B-dən S-dən, omega-dan nü-dən asılı düz mütənasib, T-dən isə asılı tərs mütənasib. Əgər bizim sarğımız, elektromaqnetimizin sarğısı eyni sayda sarğıdan ibarətdirsə, onda Y maksimal qiyməti N vurulsun BS omega-da olacaq. Buradan görürük ki, maksimal qiymət eyni zamanda sarğıların sayından da düz mütənasib asılıdır. Y maksimalın ifadəsini yerinə yazdığımız zaman onda epsilon bərabər olacaq Y maksimal sinus omega t. Demək bunun rəqsləri olacaq sinusoid rəqslər. Biz fi üçün yazdığımız ifadəni əgər fi maksimal sinus omega t üstə gəlinsin pi bölü 2 kimi yazıram. Bunu niyə görə yazdıq? Bunu yazdıq ki, görürük ki, bunun rəqsi ilə deməli y'nin rəqsləri arasında, yəni hansı bayaqlarımı yazdığımız, baxın bu ifadə arasında görürük ki, nə fərqi var? Pi böl, bir dəqiqə başlayın, bu deyil, deməli, bu ifadə arasında görürük ki, deməli, nədir? Pi böl 2 qədər fərq var. Deməli, onda S rəqsləri elektrik hərəkət qüvvəsi rəqslərini pi böl 2 qədər qabaqlayır. Yəni, birinci olaraq rəqs başlayanda həmişə başlayır fi'nin rəqsləri başlayır. Ondan sonra isə başlayır epsilon rəqsləri davam edir. Deməli, dəyişən cəryan rəqslərini öyrənmək üçün və yaxud da ölçmək üçün, tədqiq etmək üçün istifadə olunan cihaz osillografdır. Deməli, bu rəqslər dəyişən cəryanın gərginlik rəqslərini müşahidə edir. Sxemlərdəki işarət işarəsi də verilmiş kimidir. Dəyişən cəryan dövrəsinə qoşulmuş aktiv müqavimət. Aktiv müqavimət, yəni rezistoru biz dəyişən cəryan dövrəsinə qoşduğumuz zaman deyək ki, buradakı gərginlik rəqslərimiz U maksimal kosinus omega t qanunu ilə dəyişir. Rezistorun müqaviməti nədir uşaqlar? Rezistorun müqaviməti R bərabərdir rho L bölünsün S-dir. Ona görə müqavimət nə I maksimaldan, nə U maksimaldan, nə nü-dən, nə T-dən bunların heç birindən asılı deyil. İndi I-nin ohm qanunundan U bölünsün R olduğunu bilirəm mən. Buradan əgər U-nun ifadəsini yerinə yazsaq, U maksimal kosinus omega t, burada I maksimalın U maksimal bölünsün R olduğunu nəzərə alsaq, onda I bərabər olacaq I maksimal kosinus omega t. Deməli, U-nun və I-nin qrafikləri görürük ki, eyni fazada baş verir. Yəni, rəqslərin maksimum nöqtələri və sıfır nöqtələri eynidir. Onda burada dəyişən cəryan dövrəsinə aktiv müqavimət qoşduğumuz zaman alınan ani gücümüz
P bərabərdir IU, I kvadratı R və yaxud da U kvadratı bölünsün R kimi yaza bilərik. Hər hansı birinin ifadəsini yerinə yazsaq, məsələn, U-nu yazıram, U maksimal kvadratı, kosinus kvadratı, omega T. Yazdıq, U maksimal kvadratı bölünsün R-in də yerinə əgər P maksimal yazsaq, deməli P maksimalımız U maksimal kvadratı bölür, I maksimal kvadratı bölür və yaxud da ki, I maksimal vurulsun, U maksimaldır. Onda ani güc üçün alacaq nəyi? Alacaq ki, ani güc P bərabərdir, P maksimal vurulsun kosinus kvadratı omega T. Deməli, rəqslərimiz olacaq kosinusoid, amma kvadratik. Deməli, rəqslərin periyodunu da tapdığımız zaman mən uşaqlara həmişə belə deyirəm ki, periyodu tapdığımız zaman necə tapırıq? Həmişə saymaq lazımdır. 1, 2, 3 və 4. Yəni 4 saydın verəcək bizə periyodu. İndi burada görürük ki, burada demək cəryan şiddətinin və gərginliyin qiymətləri dəyişir. Ona görə burada həmişə təsir edici qiymətlərdən istifadə olunur. Təsir edici qiymət nədir? Deməli, dəyişən cəryan dövrəsində sabit cəryanın ayırdığı qədər güc ayıran cəryana, deməli, onun təsir edici qiyməti deyilir. Deməli, təsir edici qiymət maksimal qiymətdən həmişə kökdə 2 dəfə azdır. Yəni, I bərabərdir, I maksimal bölünsün kökdə 2 və deməli, U bərabərdir, U maksimal bölünsün kökdə 2 olacaq. Ampermetr və voltmetr, yəni dövrədə işləyən cihazlar həmişə təsir edici qiymətləri göstərirlər. Dəyişən cəryan dövrəsində biz görürük ki, gücün qiyməti dəyişir. Ona görə burada gücün orta qiymətindən istifadə olunur həmişə. Orta güc nədir? Orta güc P orta, P bərabərdir, IU vurulsun kosinus fi ilə təyin olunur. Buradakı fi bucağı I və U-nun arasındakı faza fərqini göstərir. Deməli, bizdə I və U demişdik eyni fazada rəqs edir, yəni faza fərqi 0-a bərabərdir. Faza fərqi 0-sa kosinusun 0 dərəcədəki qiyməti 1 olduğuna görə orta gücümüzdə P bərabərdir IU, I kvadratı R və yaxud da ki U kvadratı bölünsün R kimi təyin olunacaq. Əgər təsir edici qiymətləri mən yerinə yazası olsam, onda P orta, I maksimal, U maksimal bölünsün 2, I maksimal kvadratı R bölünsün 2 və yaxud da U maksimal kvadratı bölünsün 2R kimi təyin olunacaq. Deməli, rezistor qoşulmuş dövrədə orta güc varsa, demək ki, buradan cəryan keçdiyi zaman rezistor müəyyən qədər qızır, istilik miqdarı ayrılır. İstilik miqdarı üçün Q bərabərdir, P vur T-ni olduğunu nəzərə alsaq, onda Q üçün IU, T, I kvadratı RT və ya da U kvadratı bölünsün R vur T alarıq. Bunu eyni zamanda bir sabit cəryan dövrəsində də keçmişik. Bunların da yerinə təsir edici qiymətləri yazdığımız zaman onda olacaq I maksimal bölü U maksimal vur T bölünsün 2 və yaxud da I maksimal kvadratı RT bölü 2 və yaxud da U maksimal kvadratı deməli vurulsun T bölünsün 2R olacaq. Dəyişən cəryan dövrəsinə qoşulmuş tutum müqaviməti. İndi kondensator olan dövrədə normalda sabit cəryan keçmir. Kondensator olan demək dövrədə əgər biz dəyişən cəryan verəriksə, kondensatorun ardıcıl dolub boşalması dövrədə bir müqavimət yaradır. Və burada gərginlik rəqslərimiz deyək ki, U bərabərdir, U maksimal kosinus omega T ilə rəqs edir. Yəni, rəqslərimiz kosinusoid rəqslərdir. Təbii ki, Q bərabərdir, SU olduğuna görə ifadənin yerinə yazanda olacaq SU maksimal kosinus omega T. Deməli, onda biz bilirik ki, cəryan şiddəti bizdə Q bölünsün T və yaxud da ki, yükün zamana görə birinci tərtib törəməsidir. Əgər bayaq yazdığımız ifadədən SU maksimal kosinus omega T-dən mən törəmə alsam, onda alaram ki, kosinusun törəməsi mənfi sinus, mənfini buraxır qabağa, içərdən də omega çıxacaq önə, olacaq mənfi U maksimal omega S vurulsun sinus omega T. İndi deməli burada U maksimal vurulsun omega S-yə I maksimal desəm və yaxud da ki, omeganı 2pi-ni 3 kimi aça bilərsən, omeganı 2pi bölünsün T kimi aça bilərsən, alınacaq bu ifadələrimiz. Təbii ki, təsir edici qiymətlərini yerinə yazsaq, kökdəkilərlə ixtisar edəcək, onda I bərabərdir, U vurulsun omega S alarıq. Bu ifadədən belə yaza bilərəm da ki, I bərabərdir, deməli, U bölünsün, 1 bölünsün omega S. Onda 1 bölünsün omega S-yə XS desəm, onda I bərabər olacaq U bölünsün XS. Bu olacaq kondensator qoşulmuş dövrə üçün bir növü ohm qanunu oxşayacaq.
Amma yəni omqanı demirik bunu əlbəttə ki. I bərabərdir U bölünsün X-i. Və dedik ki, X-i bizdə burada adlanır tutum müqaviməti. 1 bölünsün omegası, 1 bölünsün 2 pi nüsü, T bölünsün 2 pi'si. Qrafiklərdən gördüyümüz kimi X-imiz omegadan, nüdən, S-dən bunların hər birindən asılı tərs mütənasib, T-dən asılı düz mütənasib. Təbii ki, kondensator olduğuna görə kondensatorun tutumunun, yəni S bərabərdir, epsilon 0 S bölünsün D olduğunu burada nəzərə alsaq, onda X-S bərabər olacaq, D bölünsün omega vurulsun epsilon 0 S. Deməli, görürük ki, epsilondan S-dən tərs asılıdır, D-dən isə asıllıq, düz mütənasib asıllıqdır. Eyni zamanda X-e müqavimət olduğuna görə bunun vahidi ohmdur. Əgər düstura əsasən yazsaq 1 bölünsün, hertz vurulsun, farad olacaq. Və yaxud da ki, saniyə bölünsün, faraddır. Bu, yəni düsturları mütləq yadda saxlamaq lazımdır. Yəni, belə deyək də, vahidlərin çıxarılışında mütləq ki, düsturla yadda saxlayın. Çünki hər bir vahidin əzbəriyyəsi olsaq, yadımızda çox çətin qalacaq. Yaxşı budur ki, həmişə düsturlar əzbəriyyək. X-nin düsturu nədir? 1 bölü omegası. X-C nədir? Müqavimət ohm bərabərdir 1 bölünsün. Omeganın vahidi hertzdir, S də tutumlu vahidi faraddır. Oradan çıxartmaq daha rahatdır. İndi son yazdığımız I maksimal üçün ifadəni əgər yerinə yazsaq, onda alacaq ki, I bərabərdir mənfi I maksimal sinus omega t. Deməli, I-nin rəqsləri mənfi sinusoid rəqslərdir. Son ifadəni yazıram ki, I bərabərdir I maksimal kosinus omega t üstəgəl pi bölü 2. Niyə? Bunu oxşadıram U maksimal kosinus omega t-yə. Nə fərq var? Görürəm ki, I rəqsləri, deməli, U rəqslərini pi bölü 2 qədər qabaqlayır. İndi bir də uşaqlar, burada deməli, rəqslərdə nə baş verir? I və U rəqslərin faza fərqi pi bölü 2 olduğuna görə, kosinusun 90 dərəcədəki qiyməti 0 olduğuna görə, burada orta gücü ayrılmır. Orta gücü yoxdursa, deməli, burada deməli, istilik miqdarı da ayrılmayacaq. Yəni, kondensator qoşulan dəyişən cəryan dövrəsindən cəryan keçdiyi zaman kondensator qızmayacaq. İstiliyi ayrılmayacaq. Bir də uşaqlar həmişə qarışdırırlar ki, biz bunları necə yadda saxlayaq? Hansı-hansını qabaqlayıq? Çünki iləride biri də var. Mən həmişə uşaqlara belə deyirəm ki, bunu biraz çəhrə ilə yazacağım ki, yəni ayrıca seçilsin. Deməli, məsələn, kondensator əgər qoşmuşsa, kondensator nə ilə xarakterizə olunur? Kondensator xarakterizə olunur, deməli, tutumu ilə. Düzdürmü? Kondensatorun tutumu S. S nəyə bərabərdir? Q bölünsün U. Görürük ki, burada düsturun içərisində bizdə U var. Düsturda hansı varsa o kəmiyyət həmişə geri qalır. Yadınızda saxlayın. Yəni, belə yadda saxlamaq daha rahatdır. S bərabər Q bölü U. Düsturda U var. Demək, U orada geri qalacaq. Demək ki, digəri, yəni I onu qabaqlamış olacaq da. Biz də nə yazmışıq? I rəqsləri, U rəqslərini pi bölü 2 qədər qabaqlar. Demək ki, U rəqsləri geridədir da. İndi gəldik növbəti. Dəyişən cəryan dövrəsinə qoşulmuş induktiv müqavimət. Biz sarğacı dəyişən cəryan dövrəsinə qoşduğumuz zaman burada da deməli cəryan şiddətinin qiyməti və istiqaməti dəyişdiyinə görə cəryan şiddəti ona görə sarğacımız bizim burada müqavimət rolunu oynayacaq. I bərabərdir I maksimal kosinus omega t. Digər tərəfdən induksiya elektrik hərəkət qüvvəsinin düsturundan bilirik ki, epsilon I bizdə bərabərdir mənfi L vurulsun delta I bölü delta t. Bu da I-nin zamana görə birinci tərtib törəməsi deməkdir. Deməli, I maksimal kosinus omega t-dən deməli, mən törəmə alacam. Kosinusun törəməsi bizdə mənfi sinus verir. Qabaqdakı mənfini aparacaq. Ona görə I maksimal vurulsun omega L sinus omega t. İçəridəki omeganın biri çıxacaq çölə. Onda induksiya cəryanı olduğuna görə U mənfi epsilon I-yə bərabərdir. Qabağına bir dənə mənfisini tullayırıq bu yaxçı ifadənin. Və burada I maksimal omega L-ə mən U maksimal deyirəm. Əvəz edəcəm onu. Təsir edici qiymətləri yerinə yazıram. U köklü 2, I vurulsun köklü 2 omega L. Onda I bərabər olacaq. U bölünsün omega L. Omega L cəmiyyətində bir dənə XL desəm, onda I U bölünsün XL olacaq. Deməli, XL-imiz nədir? XL bizdə adlanır induktiv müqavimət omega L. Omeganı açsaq 2 pi nü L və yaxud da 2 pi bölünsün T vurulsun L kimi yaza bilərəm. Eyni zamanda XL, məsələn L-i buradan mü L0 kimi açsaq, o zaman görərik ki, XL-imiz
eyni zamanda müdən də asıllığı düz mütənasib asıllıqdır. Deməli, XL omeqadan, nüdən, müdən düz asılıdır. XL-imiz T-dən isə tərs mütənasib asılıdır. Yenə buradan vahidlə yazası olsa uşaqlar, deməli, olacaq necə? Vahidlə yazası olsa, deməli, müqavimət olduğuna görə vahidi 10'dur. Əlbəttə ki, onda biz omeqanın vahidini hertz olaraq götürmüşük. İnduktivliyin də vahidi Henry'dir. Hertz vurulsun Henry. Və yaxud da ki, hertzimiz 1/saniyə olduğuna görə Henry bölünsün saniyə kimi də verə bilərik. Deməli, U-nun ifadəsini aparıb yerinə yazanda, onda U bərabər olacaq mənfi U maksimal sinus omega T olacaq. Deməli, bunun rəqsləri olacaq mənfi sinusoid. Sonuncu ifadəni yazıram ki, U bərabərdir, yazıram U maksimal kosinus omega T üstəgəl pi bölü 2. Niyə bunu belə yazdım? Yəni, bunu belə yazıram ki, göstərmək istəyirəm ki, oxşatmaq istəyirəm daha doğrusu. Bunu, deməli, i-nin rəqslərini i bərabərdir, i maksimal kosinus omega T-yə. Deməli, buradan görürəm ki, u rəqsləri, i rəqslərini pi bölü 2 qədər qabaqlayır. Demək, əlavə üstəgəl pi bölü 2-si var burada. Yenə, bayaq dediyim üsulla, əgər bunu baxası olsaq, məsələn, sarğac nə ilə xarakteriz olunur? İnduktivliyi ilə, yəni L ilə xarakteriz olunur. Demək, yazıram ki, L bərabərdir. L-in düsturu nədir bizdə? Nəyə bərabər idi? Fi bölünsün i idi. Demək, burada düsturda nə var? I. Düsturda olan yenə geri qalmış olacaq. Yəni, i rəqsləri u rəqslərindən pi bölü 2 qədər geri qalır. Deməli, u rəqsləri qabaqdadır. Aydın məsələdir ki. İndi, uşaqlar, biz hər birini təhlikdə qoşduq. İndi hamısını bircə qoşaq. Əgər qoşsaq, yəni rezistor, sarğac və kondensator. Yeri gəlmişkən deyək ki, sarğac və kondensator qoşulanda bunlara reaktiv müqavimət deyirlər. Deməli, hamısını bir yerdə qoşsaq, burada artıq biz ohm qanunu yaza biləcəyik. Deməli, biz bunlara baxanda bu birləşmə ardıcıl birləşmədir. Sabit cəryan dövrəsi olsaydı, ümumi müqavimət tapanda hər birini biz toplamalı idik burada. Deməli, U maksimal R biz götürəcəyik R-in arasındakı gərginlik, U maksimal S ilə S-nin kütlələr arasındakı gərginlik və U maksimal L də R-in kütlələr arasındakı gərginlik. Deməli, burada dövrənin ümumi müqaviməti Z bərabərdir, R-in kvadratı üstəgəlinsin, XL çıxılsın, XC-nin kvadratıdır. Təbii ki, XL-in ifadəsini omega yaza bilərsən, XC-nin də yerinə 1 bölünsün, omega S yazmaq olur. İfadəmiz olacaq belə. İndi biz bilirik ki, Z burada nədir? Z burada dövrənin ümumi müqavimətidir. Bir də uşaqlar, necə yazmaq olar? Əlavə olaraq da. Burada biz bilirik ki, müqavimətimiz gərginliyimiz daha doğrusu müqavimətdən düz asılıdır. Ona görə mən U üçün də eyni şeyi yaza bilərəm. Yəni, dövrənin ümumi müqaviməti U maksimal özü bərabər olacaq U maksimal R, yəni qoşulduğu halda kvadrat üstə gəlinsin, U maksimal L çıxılsın, U maksimal S kvadratı ilə. Yəni, gərginliklər üçün də eyni şey yazmaq olar. İndi rezonans anında. Rezonans nədir? Mənbənin, deməli, məxsul rəqslərinin periodu, tezliyi və yaxud da ki, dövrü tezliyi məcbur edici qüvvənin dövrü tezliyi, periodu və yaxud da ki, dövrü tezliyinə bərabər olarsa, rəqslərin amplitudunun kəskin artması müşahidə olunur. Buradakı amplitud da cəryan şiddətinin amplitud qiymətidir, yəni I maksimalının artması müşahidə olunur. Bu hadisə də adlanır rezonans. Deməli, rəqslərimiz elektrik və maqnit sahələrində, belə deyək, elektrik sahəsində baş verdiyinə görə buna elektrik rezonansı deyilir eyni zamanda. İndi, deməli, rezonans şərtimiz nədir? Omega bərabər, omega 0, T bərabər, T0 və nü bərabərdir, nü 0. Xüsusi olaraq rezonant halında XL, XC-yə bərabərdir. XL, XC-yə bərabər olduğuna görə U maksimal L də U maksimal C-yə bərabərdir. İndi biz buradan nə görürük? Həmən bu XL XC-yə bərabərdir. Bizim bayaqlarım yazdığımız R kvadrat üstəgəl XL çıxılsın XC-də. İkisi bir-birinə bərabər çıxanda sıfırlayacaq. Ona görə də dövrənin ümumi müqaviməti Z R-ə bərabər olacaq. Demək, onda dövrə hissəsi üçün ohm qanunu yazanda I bərabərdir. U bölünsün
R olacaq. Nə vaxt? Rezonans anında. Amma normalda nə olacaq? Dövr hissəsinin ohm qanunu, yəni normalda olacaq I bərabərdir. Deməli, I bərabərdir. U bölünsün R. U bölünsün Z-dir. Yəni normal halda. İndi biz rezonans əyrisindən görürük ki, I maksimal 3 böyükdür I maksimal 2-dən, o da böyükdür I maksimal 1-dən. Deməli, I ilə də R-imiz tərs asılı olduğuna görə, deməli, R1 böyükdür, R2 böyükdür, R3 olacaq. İndi transformatorlar. Dəyişən cəryanın, deməli, gərginliyini artırmaq və yaxud da ki, azaltmaq üçün istifadə olunan qurğulara transformator deyilir. Transformatorumuz iki sarğısından ibarətdir. Sol tərəfə deyirik, məsələn deyək ki, giriş dolağı, sağ tərəfə deyirik, çıxış dolağı. Birinci tərəfdə olan sarğıların sayı N1, ikinci tərəfdə olan sarğıların sayı N2. Eyni şəkildə nə yaza bilərik? Məsələn, məsələn, burada dolağın arasındakı gərginliyi U1 yaza bilərik potensiallar fərqini, buranı isə U2 yaza bilərik potensiallar fərqini. U2 kimi. Deməli, transformator işlədiyi zaman, transformatorda birinci dolaq hansı tezliklə işləyirsə, ikinci dolaqda eyni tezliklə işləyəcək. Və transformatorda enerji itkisi demək olar ki, olmadığına görə birinci dolaqda ayrılan güclə ikinci dolaqda ayrılan güc bir-birinə bərabərdir, P1, P2. Ona görə demək ki, I1, U1 bərabərdir I2, U2. Onda buradan yaza bilərik ki, U1-in U2 nisbəti I2-nin I1-ə nisbəti. Deməli, transformator xarakterizə olunanda transformasiya əmsalı ilə xarakterizə olunur. Transformasiya əmsalı nədir? Transformasiya əmsalı birinci dolaqdakı sarğıların sayının ikinci dolaqdakına, birinci dolaqdakı gərginliyin ikinci dolaqdakı gərginliyi olan nisbətinə bərabərdir. Sadəcə biz burada yazanda mən ümumiləşdirmişəm. K bərabərdir. N1 bölünsün N2 öz yerində durur. U1 bölünsün U2'miz öz yerində durur. U üçün biz yazdıq ki, U ilə I bayaqların yuxarıda yazdığımıza görə bunlar bir-birindən tərs kimi görsə. Onda olacaq nə? I2 bölünsün I1 olacaq ona görə. Bir də əlavə olaraq da burada eyni zamanda elektrik hərəkət qüvvələrinin nisbətində də epsilon 1, epsilon 2 yazmaq olur. Əgər transformatorda ikinci dolağa hər hansı bir işlədici qoşmuşuqsa, bir cihaz qoşmuşuqsa, məsələn evdə durur, istifadə edirsən, televizor qoşmusan. Onda K bərabərdir. U1 bölünsün U2 üstə gəlinsin I2 R2 olacaq. Epsilon birimiz bizim təqribi U1'ə bərabərdir. Epsilon 2'miz isə U2 üstə gəlinsin I2 R2 olacaq. Təbii ki, biz burada məsələn U2'nin yerinə aça bilərik. I2 vurulsun R2 yazsaq, onda K üçün ifadəmiz U1 bölünsün I2 vur R üstə gəl R2 də yaza bilərik. Transformatorlar iki cür olur. Yüksəldici transformatorlar və alçaldıcı transformatorlar. Yüksəldici transformator nə deməkdir? Demək ki, birinci dolaqdakı sarğıların sayı ikinci dolaqdan azdır. Yəni, burada az gərginlik girir, çox gərginlik ayrılır. 2000-ci illərdə əgər yaşayanlar olubsa, evdə valideynlərdən soruşa bilərsiniz. Məsələn, o dövrlərdə elektrik enerjisi olmayanda evlərdə həmişə mütləq bir transformator olurdu. Məsələn, nə edirlər? Birinci olaraq akkumulyator qoşulurdu. Akkumulyatordan gələn, məsələn, belə deyək də, 12 voltluq gərginlik transformatordan keçirdi, 220 voltluq gərginlik olurdu. Və evdə, məsələn, televizora baxmaq olurdu. Demək, yüksəlici dolaqda, deməli, ikinci dolaqda sarğıların sayı birincidən çox, ikincinin gərginliyi birincidən çox, cəryan şiddəti isə tərsinə. Birinci 2'dən çox olacaq. Ona görə K'mız da N1 bölü N2 olduğuna görə K'nın qiyməti 1'dən kiçik olacaq. Demək ki, burada yüksəldici deyəndə tərsinədir, 1'dən kiçik olmalıdır. İkinci bizim deməli, transformatorumuz alçalıcı transformatordur. Alçalıcı transformatorda ikinci dolaqdakı sarğıların sayı birincidən az olur. Bu artıq, məsələn, gələn 220 voltu 12 volta çevirən transformatordur. Elə təsəvvür edək. Məsələn, əgər akkumulyatorun enerjisi bitirsə, ona elektrik aparırlar, o elektrik təzədən o akkumulatoru yükləyir. Deməli, orada nə edir? 220 voltluq cəryanı çevirir 12 voltluğa. Ona görə N2 N1'dən kiçikdir, U2 U1'dən kiçikdir və İ'lər üçün olacaq tərsinə. I1 böyükdür I2. Alçalıcı transformatorlar üçün isə K'nın qiyməti 1'dən böyükdür.
Transformator bir də xarakterizə olunanda transformasiya əmsalı transformatorun faydalı iş əmsalı xarakterizə olunur. Faydalı iş əmsalı eta bərabərdir P2 bölünsün P1. Yəni ikinci zolaqda ayrılan gücün birinci zolaqda ayrılan gücə olan nisbətidir. Deməli, bayaqlarım biz dedik ki, bu güclər təqribi olaraq bir-birinə bərabərdir. Düzdür. Ona görə də transformatorlarda faydalı iş əmsalı həmişə hardasa 97%-dən yuxarı olur. 97-98% olur. Deməli, bu da onun çox effektiv işlədiyini göstərir. Çox sağ olun, təşəkkür edirəm. Əgər bəyəndinizsə videonu, yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun.